Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə qəsəbəsində savxoz arasında sizin üçün 4 sotda 2 mərtəbəli 6 otaqlı şəxsi bir evin çəkilişinə gəlmiş. Evimiz tam əşyalı dostlar. Tam əşyalı. Nə görürsünüzsə qalır değerli izləyicilərimiz. Qiyməti də münasib qiymətə deyilir değerli izləyicilərimiz. Yəni inşallah yəni bu ev hər kəsə istədiyiniz evdə dostlar sizə qismət olması evdir. Evimizin hal-hazırda birinci mərtəbəsidir. Patologumuz da qəşəng hündürdür. Koridor proyektli evdir değerli izləyicilərimiz. Yəni zal idi. Burada da bir dənə belə bir mətbəx, geniş mətbəxdir dostlar. Mətbəximiz elə 6'nın 4'dədir maşallah. Böyük mətbəxdir. Yəni evdə nə görürsünüzsə qalır izləyicilərimiz. 6 otaqlı evdir. Burada bizim bir dənə belə bir yataq otağımızdır. Qəşəng otaqlarımız da genişdir değerli izləyicilərimiz. Aşağı mərtəbədə burada bizim əlavə olaraq koridordan koridora keçirik. Və burada bizim hamamımızdır dostlar. Hamamımız da çox genişdir. Həqiqətən də maşallah. Evimiz şəxsi evdir. Burada bizim ayaq yolumuzdur. İndi qalxacaq evin ikinci mərtəbəsində istaniş edəcəm. 4 sotdadır. Məhəlləsi asfaltdır. Xəyallar adasının yanıdır dostlar. Yəni Bərbaşı, yəni o başı yox, bu arxa zabot tərəfidir. Asfalt yoldur, asfalt məhəllədir. Bu da bizim ikinci mərtəbəmizdir. İkinci mərtəbəmiz. Burada bir geniş yataq otağı dediğimiz kimi nə əşya görürsünüzsə qalır değerli izləyicilərimiz. Evdən bir qaşıq belə götürülməyəcək. Burada bizim ikinci yataq otağımızdır. Bura bizim yuxarı mərtəbənin sanitə və sanuzelidir. Sadəcə olaraq indi hal-hazırda belə qladokka kimi istifadə edir. Kim istəsə, yəni amma xəttləri çəkilibdir. İstəyən sanitə və sanuzel eləyə bilər. Yuxarının çolunu-polunu göstər dostlar. Şəxsi evdir. Burada bizim bir yataq otağımız da buradadır. Yuxarıda değerli dostlar, deyim də sizə 1, 2, 3, 4 yataq otağıdır. Bir dənə də sanitə və sanuzelidir. Bu hissədə bizim balkon hissəsidir. Yəni qapısı bağlıdır. İndi keçəcəyik həyətlə tanış edəcəyik evin ön görünüşünü sizə göstərəcəm değerli izləyicilərimiz. Bizim evimizin həyətidir, çöl görünüşüdür, gördüyünüz kimi ön görünüşüdür değerli dostlar. 4 sotdadır, 4 sotda. Gazı, işığı 3 fazadır dostlar, 3 faza. Artizan quyu suyusu özünə məxsus addenli buradadır, gördüyünüz kimi şəxsi özünündür. 4 sotdan da hələ biraz artıqdır dostlar. Belə bir geniş həyəti. Darvazası o başladı dostlar. Yəni asfalt məhəllədir. Asfalt məhəllədir, darvaza üstündədir orada. Değerli izləyicilərimizin, evimizin qiyməti 120.000 manat. Bu evi əldən qaçırmayın. Tam əşyalıdır. Gözəl şəxsi evdir. Allah alandı, satan da xeyir versin. Sağ olun, var olun.